Hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugün sizə Azərbaycan dili üzrə bir sual təqdim edəcəm. Bu sual 2025-ci il müəllimlərin işə qəbul imtahanında istifadə olunubdur. Qrammatika sualıdır. Gəlin sualı tanış olaq. Yəqin ki, sualı imtahanda iştirak edənlər bu sualı xatırlayar. Sual belədir. İkinci cümlədən fərqli olaraq birinci cümlədə nöqtələrin yerinə yazıla biləcək hansı fikirlər uyğunsuzluq əmələ gətirir? Deyərsən onları görəndən sonra o da buraya gəldi. Bu cümlə elə bir düşündürücü hadisə idi ki, təbii ki, hamıya təsir etmişdir. Bir də bu cümlə. Birinci cümlə sadə, ikinci cümlə mürəkkəb cümlədir. İkinci cümlədən fərqli olaraq birinci cümlədə, yəni davam etdirən fikir birinci cümlə ilə bağlı olmalıdır. Amma nə yaratmalıdır? Uyğunsuzluq. Fikrə münasibət bildirən söz təsdiq məzmunu ifadə edir. Fikrə münasibət bildirən söz, bax, burada təsdiq bildirir. Burada isə, deyəsən, güman, şübhə bildirir. Deməli, bu ikincidən fərqli olaraq birinci cümləyə aid edilə bilməz. Birincidən fərqli olaraq ikinciyə aid edilə bilər. Bizə deyir, ikincidən fərqli olaraq birinci cümləyə aid ediləndə bu uyğunsuzluq yaradır. Sonra deyir ki, zərflə amonim olan söz feili sifətə qoşulmuşdur. Baxaq, elə bir düşündürücü hadisə idi ki, hamıya təsir etdi. Burada zərflə amonim olan söz varmı? Yox. Şimdi baxaq. Əsasən, deyəsən, olanları görəndən sonra buradakı görəndən çıxıqal. Çıxıqaldan sonra nə işlənib? Qoşma. Bu hansıdır? Feili sifətdir. Feili sifətə qoşulan söz nədir burada? Feili sifətə qoşulan söz qoşmadır və bu qoşma da nə ilə amonimdir? Zaman zərfi ilə amonimdir. Həqiqətən də zərflə amonim olan söz feili sifətə qoşulmuşdur, şərti ödənilir. İkinci cümlədən fərqli olaraq birinci cümlə bu davam etdirəndir. Bu uyğun fikirdir. Bizə uyğunsuzluq lazımdır. Ədat işlənib, lakin bağlayıcı vasitə deyil. Baxaq belə, həqiqətən də belədirmi? Ədat işlənib, bağlayıcı vasitə deyil. Deyərsən olanları görəndən sonra o da buraya gəldi. Burada ədat varmı? Yoxdur. Ona görə də burada ikinci cümlədə varmı? Elə bir düşündürücü hadisə idi ki, təbii ki, hamıya təsir etmişdi. Gördüyümüz kimi, ikinci cümlədən fərqli olaraq birinci cümlədə ədat işlənib, lakin bağlayıcı vasitə deyil fikri ödənilmədi. Deməli, uyğunsuzluğu bu da yaradır. Kökü feil olan, feildən düzələn sifət işlənib. Birinci cümləyə baxırıq. Olanları görəndən sonra o da buraya gəlirdi. Bu cümlədə düzəltmə söz heç ümumiyyətlə yoxdur. Ona görə kökü feil olan, feildən düzələn sifət işlənib şərti birinci cümlədə ödənilməli. Görə ikinciyə baxaq. Düşündürücü. Düşündürücü sözündə bəli, düşün, düşündür, düşündürücü. Burada kökü feil olan, feildən düzələn sifət var. Bu birincidən fərqli olaraq ikinciyə aiddir. Ona görə də ikincidən fərqli olaraq birinci ilə davam etdirə bilməz. 4. Xəbər şəklində olan söz ədatla amonim olan quruluşca sadə sözdür. Xəbər şəklində olan söz birinci cümlədə nədir? Görək, gəlirdi sözündən söhbət gedir. Xəbər şəklindədir. İndiki zamandadır. Bu sözün başlanğıc forması gəldi. Gəl sözü də həm feildir, həm də ədatdır. Onu deyir, xəbər şəklində olan söz ədatla amonim olan quruluşca sadə sözdür. Həqiqətən də ədatla amonim olan gəl bunu belə elə, gəl bunu belə et formasında biz əmr şəklində işlənən ədat kimi də götürə bilirik. Bu əslində 5-ci fikir. Doğru fikirdir. Yəni, bizə uyğunluq yaradan yox, uyğunsuzluq lazımdır. Ona görə bunu götürmürük. Doğru cavab 1, 3, 4 və B variantı cavabımız oldu. Belə, növbəti dəfədə çalışacağım ki, sizə imtahanda düşən sualları belə bu formada izah edeyim. Ümid edirəm faydalı oldu. Sağ olun.